Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah mühterem Müslümanlar. Allah'ın lütfu ve keremi sayesinde Ramazan ayının oruçlarını tamamladık. Ve artık Ramazan ayı bitti ve biz sabah inşallah Ramazan bayramını qeyd edəcəyik. Ümumiyyətlə Ramazan bitdikdən sonra hər bir müsəlmanın qəlbində iki hiss olur. Birinci hiss kədər hissidir. İnsan kədərlənir. Nə üçün? Belə bir mübarək ayı belə bir mübarək ayla vidalaşdığına görə, həmçinin bilmir, gələn il bir daha belə bir ayı biz qarşılaya biləcəyikmi, bilməyəcəyikmi? Həmçinin bu ayda buraxdığımız nöqsanlara görə insanın qəlbində bir kədər hissi var, bir hüzün var. Digər bir hiss isə insan həmçinin sevinir. Nə üçün sevinir? Sevinir ki, Allah Teala onu müvəffəq elədi. Bu ayın tamamlamağı, bu ayda ibadət etməyi. Sözsüz ki, Ramazan ayı bir meydan idi. Ramazan ayı elə bir ay idi ki, bu ayda cənnəti qazanmaq üçün, Allahın rəhmətini bağışlanmaq üçün hər bir fürsət var idi. Şeytanlar zəncirlənmişdi. Savablar qat-qat artıq yazılırdı. Sözsüz ki, kim yəni bu ayda ibadətlə keçirdisə, bu ayı itaətlə keçirdisə, bu bilsin ki, bu Allahın ona bir lütfü və müvəffəqiyyətidir. Yəni özü deyil, Allahın ona müvəffəqiyyəti sayəsində buna nail oldu. Çünki hər bir xeyir, insana gələn hər bir xeyir Allahdandır. Allah onu müvəffəq eləməsə, insan heç bir xeyir əldə edə bilməz. Lakin kim müəyyən nöqsanlara üz verdisə, sözsüz ki, buna görə yalnız özünü qınasın, öz nəfsini qınasın və artıq Ramazan ayı başa çatdı və biz indi bizim üzərimizə düşən nədir? Bizim üzərimizə düşən ilk növbədə bu Ramazan bitdikdən sonra Allaha çoxlu şükr etmək. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur: وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ. Yəni Allah istəyir ki, siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Allaha təkbir edəsiniz, bəlkə şükr edənlərdən olarsınız. Və ilk növbədə Ramazan ayı bitdikdən sonra edilən əməllərdən biri, dediyim kimi, şükürdür, sonra təkbirdir. Ramazan ayı bitdikdən sonra Şəvval artıq ayı daxil olduqdan sonra sələflər, həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm təkbir edərdi. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber və lillahil həmd. Və bu təkbirlər sabah, yəni Ramazan bayramı günü imam minbərə çıxana qədər davam edir. Və bu təkbirləri gərək biz həm evdə, sələflərdən eləsi vardı ki, bazara çıxardı və səsini qaldırardı. Yəni bu təkbirləri biz həm evdə, həm münasib olan yerlərdə gərək deyək. Həmçinin şükür etmək, Allaha şükür etmək lazımdır ki, Allah bizə müvəffəq elədi, bu neməti bizə bəxş etdi, tamamlamağı bizə nəsib elədi. Və əgər şükür edəriksə, Allah Teala bizə olan nemətini artırar. Həmçinin Ramazanın sonunda edilən əməllərdən biri də istiğfardır, bağışlanma. Bildiyimiz kimi, ümumiyyətlə, ibadətlərdən sonra bağışlanma diləmək, bu Allahın bizə buyurduğu əmrdir. Necə ki, fərz namazından sonra bağışlanma diləyirik, əstəğfirullah deyirik. Həmçinin həcci bitirdikdən sonra Allahdan bağışlama diləyirik və həmçində eyni zamanda da Ramazan ayı bitdikdən sonra da istiğfarı
çoxaltmaq lazımdır. Həmçinin önəmli olan məsələlərdən biri də budur ki, ümumiyyətlə Ramazan ayından sonra hər bir insan gərək özünü hesaba çəksin. Çünki Ramazan bir mövsüm idi, ibadət mövsümü idi və bu mövsümdən sonra insan özünü bir hesaba çəkməlidir və diqqət etməlidir ki, onda nə dəyişiklik baş verdi? Yəni bu aydan faydalana bildimi? Çünki Ramazan orucunun bildiyimiz kimi fərz buyurulmasının əsas hikmətlərindən biri budur ki, təqvamız artsın. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Yəni təqvalı olasınız. Yəni ümid olunur ki, siz təqvanız artar. Və ona görə də hər bir insan Ramazan bitdikdən sonra öz əvvəlki halı ilə Ramazandan sonraki halını müqayisə eləməlidir. Əgər Ramazandan sonraki halı əvvəlki halından daha yaxşıdırsa, yəni günahları tərk edib, sözsüz ki, hər bir insanın müəyyən bir günahları var onunla Allah arasında. Günahsız insan yoxdur. Lakin insan fikir verir, diqqət eləməlidir. Ramazandan sonra mən bu günahları tərk elədimmi, tövbə elədimmi? Hansısa bir ibadəti, itaəti artırdımmı? Elmim artdımı və yaxud hansısa bir əməlim artdımı? Əgər belədirsə, demək ki, o bu Ramazandan faydalanıb. Bu Ramazan ona təsir edib. Çünki ümumiyyətlə Allahın bizə buyurduğu istənilən bir ibadətin əsas məqsədi qəlbin islah olunmasıdır, insanın islah olunmasıdır. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki, həqiqətən namaz insanı pis və yaramaz işlərdən çəkindirir. Həmçinin oruc da, oruc insanı günahlardan çəkinməsinə bir vəsilədir. İnsanın ibadətini, itaətini artırmasına bir vəsilədir. Və yox, əgər əksinə insan fikir versə ki, Ramazandan sonra eyni qalıb və yaxud halı pisləşib, bilsin ki, Ramazan ayında nöqsanlara yol verib. Yəni Ramazan orucunun o hikmətini tam dərk eləməyib, başa düşməyib. Və həmçinin, qardaşlar, önəmli məsələlərdən də biri budur ki, Ramazan bitsə də bilmək lazımdır ki, ibadətlər, itaətlər bitmədi. İbadətlər və itaətlər davam edir. Ramazanın Rəbbi olan Allah bütün ayların Rəbbidir. Bildiyimiz kimi Ramazan ayında şeytanlar zəncirlənirdi. Lakin indi artıq şeytanlar nə elədi? Zəncirlərdən çıxdı və onlar insanlara vəsvəsə vermək və onları günaha sövq etməyə hərisdilər. Bunu unutmayaq. Və ona görə də günahlara dönməyək. Ramazanda günahlardan qorunmaq rahat idisə, indi nisbətən çətin olacaq. Çünki artıq şeytanlar açılıb və insan diqqət etməlidir. Şeytanın addımlarına uyub günahlara qayıtmamalıdır. Həmçinin şeytan insanı nə edir? Addım-addım yaxınlaşır. Yəni birdən-birə insanı günaha sövq etmir. Məsələn, insan Ramazan ayında bildiyimiz kimi həm demək yeməkdən özümüzü saxlamışdıq, oruc idik. Həm gözümüz oruc idi, həm dilimiz oruc idi. Lakin indi oruc deyilik deyən şeytan insana vəsvəsə verir ki, artıq sən kifayət qədər savab qazanmısan və s. Eybi yoxdur, bir dənə günaha getsən, balaca bir günah və s. Bu kimi və sonra insan ayılır ki, artıq bir neçə aydan sonra Allah qorusun günahların içindədir. Hətta kiçik günahlar olsa belə bu kiçik günahlar yığılır, böyük günaha çevrilə bilər. Və ona görə insan arxain olmamalıdır Ramazan ayında etdiyi ibadətlərdən, arxain olmamalıdır. Yəni onunla onda arxainlıq yaranmamalıdır. Ramazanda edilən ibadətlərin qəbul olub-olmamasını biz bilmirik. Sələf alimləri, ümumiyyətlə sələflər biz fikir versək onların həyatına, onlar ibadətləri edər, ibadətlərini gözəlləşdirər və sonra isə bu ibadətlərin qəbul olunmamasından qorxardılar. Qorxardılar ki, ibadətləri qəbul olunmaz. Hətta sələflər günahkarların etdikləri günahlara görə
cəzalarından qorxduqlarından çox savab əməllərinin qəbul olunmamasından qorxardılar. Necə ki, Quran-ı Kərimdə bir ayədə Allah təala möminlərin vəsf edir və bildirir ki, möminlər o kəslərdir ki, onlar üzərlərinə düşən vacib əməlləri yerinə yetirər və Rəblərinə dönəcəklər deyən qəlbləri qorxu içindədir. Və bu ayə barədə Ayşə radiyallahu anhə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən soruşur ki, ey Allahın elçisi, bu ayədə kimlər nəzərdə tutulur? O kəslər ki, onlar içki içir, zina edir, böyük günahlar edirlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Deyir, xeyr, ey Ayşə. Bu ayədə o kəslər nəzərdə tutulur ki, onlar namaz qılar, zəkat verər, sədəqə verər, oruç tutar, lakin əməllərinin qəbul olunmamasından qorxarlar. Ona görə də arxayınçılıq yaranmamalıdır. Allah Taala'nın hikmətidir ki, Allah Taala ibadətlərin qəbul olunmasını gizli saxlayıb. Gizli saxlayıb, bunu bildirmir bizə. Lakin qəbul olunmasının əlamətləri var. Və bu əlamətlər də nədir? Alimlər qeyd edirlər ki, insanın itaətdən, ibadətlərdən sonra başqa ibadətlərə müvəffəq olunması, yönəlməsi onun əvvəlki ibadətinin qəbul olunmasının əlamətidir. Və ya əksinə, insanın ibadətdən, itaətdən sonra günahlara meyil etməsi əvvəlki ibadətlərin qəbul olunmamasının əlamətlərindəndir. Və ona görə də çalışmaq lazımdır, bundan sonra da ibadətləri davam etmək. Allah Teala buyurur ki, "Fa'bud rabbaka hatta ya'tiyakal yaqin." Ölüm sənə gələnə qədər Rəbbinə ibadət et. İnsanın bu dünyada yaranmasının əsas məqsədi ibadətdir, itaətdir. Yəni bunu heç vaxt unutmamaq lazımdır. Və ona görə də insan daim, necə ki alimlər qeyd edirlər, kimin həyatı əgər Ramazan kimi olarsa, Allah Teala onun hər gününü bayram edər. Və ona görə də bayram, necə ki bəzi sələflər deyirlər, mənim üçün bayram Allaha itaat etdiyim və Allaha asi olmadığım hər bir gün mənim üçün bayramdır. Və əməllərimizi gərək puç etməyək. Allah Teala Quran-ı Kərimdə bizə misal çəkir. Yəni o kəslər ki, əməllərini, itaətlərini günahlarla puç edirlər, Allah Teala bunlara bir məsəl çəkir. Deyir ki, وَلَا تَكُونُ كَلَّتِ نَقَدَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا. Allah Teala misal gətirir. Deyir ki, ipliğini möhkəm bərkitdikdən sonra onu sökən qadın kimi olmayın. Yəni səhv edin ki, bir qadın məsələn bir ay ərzində bir paltar toxuyur. Və bir aydan sonra bu toxuduğunuz açır. Sözsüz ki, bu xəsarətdir, ziyandır. İnsan, Allah Teala bizə misal gətirir və biz də, mən niyə görə bunu misal gətirdim? Yəni bir ay ərzində toxuduğumuzu, yəni qurduğumuz o evi, o binanı, ibadət, itaət binasını günahlara qayıtmaqla sökməyək. Davam edək. Əksinə bu Ramazan bizə daha da möhkəmləndirsin ibadətdə, itaətdə. Ramazan bitsə də oruc hələ bitməyib. İnşallah qarşıdan Şəvval orucu gəlir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan orucunu tamamlayar və sonra Şəvval ayından da 6 gün oruç tutarsa, 1 il oruç tutmuş kimi savab qazanar. Və bu oruç bayramdan sonra başlamalıdır. Yəni bayram, sabahları bayramdır, cümə günü. Artıq 6-cı gündən ardıcıl tutarlarsa kimsə tuta bilər. Həmçinin həftənin 1-ci, 4-cü günləri, həmçinin ağ günlər, yəni Hicri ayın 13-ü, 14-ü, 15-i bu oruclar davam edir. Orucun fəziləti barədə biz Ramazan ayında orucun fəziləti barədə hədisləri qeyd etdik, düzdürmü? Bu fəzilətlər, yəni orucun fəzilətli olması, Allah Teala buyurur ki, orucun mükafatı mən verəcəm, özüm verəcəm. Allah Teala orucun mükafatını bizə bildirməyib. Bu yalnız Ramazan orucuna aid deyil, qardaşlar. Bütün istənilən oruca aiddir. Həmçinin nafilə oruclara aiddir. Cənnətdə Rayyan qapısı var, oradan oruç tutanlar girəcək. Bu yalnız Ramazana aid deyil, qardaşlar. Həmçinin nafilə oruclara da aiddir. Həmçinin Ramazan bitdi, lakin gecə namazları bitmədi. Yenə də insan davam eləməlidir gecə namazlarına. Sübh namazından heç olmasa yarım saat əvvəl durub gecə namazı qılmalıdır. Və gecə namazının da fəzilətini biz bilirik. Həmçinin Quran oxumaq. Ramazan ayında xətm elədik, o demək deyil ki, digər aylarda. Bəzi
insanlar var ki, yalnız Ramazanda Quranı açır, oxuyur və Ramazan bitdikdən sonra daha bir də getdi növbəti Ramazan. Belə düzgün deyil. Hər gün müəyyən bir qədər olsa, düzdür, Ramazan qədər də olmasa, müəyyən bir hissə oxumalısan, öyrənməlisən, tədəbbür etməlisən ayələrini, dərk edərək və s. Həmçinin Ramazan bitdi, kasıbları yedizdirmək, iftar vermək bitmədi. Ramazan digər nafilə oruclarda da iftar verə bilərsən. Bu kimi, yəni Ramazanda etdiyimiz ibadətlər qardaşlar davam edir. Davam edir və biz çalışmalıyıq ki, növbəti Ramazana qədər, yəni bu əməlləri davam edək. Və əgər belə olarsa, həqiqətən də Allah Taala bizə bizim hər bir günümüzü, necə ki sələflər qeyd edir, bayram edər. Bu qədər qardaşlar, çox uzatmayayım. Allah bizə eşidib faydalardan etsin. Allah Taala bizə bu Ramazan ayından bağışlanmış halda çıxmağı nəsib eləsin. Günahlarımızı bağışlasın. Allah Taala bizi cənnətdə cəm eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.